Salam, hər vaxtınız xeyir. Miftahul Arabiyyə ərəb dilinin açarı verilişində sizləri xoş gördük. Esselamu aleykum, əhlən və səhlən bikum fi bərnamiş Miftah Arabiyyə. Ərəb dili haqqında cəmiyyətimizdə müxtəlif fikirlər mövcuddur. Bəziləri elə düşünür ki, bu dil çox çətindir. Mən bu dili istəsəm də öyrənə bilməyəcəm, məqsədimə çata bilməyəcəm və s. Digərlərinə görə isə bu dil yalnız müəyyən sahələr üçün faydalı ola bilər. Bəs gəlin görək, bu fikirlər nə dərəcədə doğrudur? Bugün məhz ərəb dili ilə bağlı ən çox rast gəlinən səhti düşüncələr, yanlış düşüncələr barəsində və onların həqiqi yönlərini araşdıracağıq. Buna görə də studiyamıza bu sahənin mütəxəssisini dəvət etmişik. Studiyamızın dəyərli mütəxəssisi, gözəl müəlliməmiz Günay xanım Xaliqovadır. Xoş gəlmişsiniz Günay xanım. Xoş gününüz olsun. Günay xanım Bakı Avrasiya Universitetinin Tərcümə Kafedrasının baş müəllimidir. 30 illik pedaqoji fəaliyyətə sahibdir. Ərəb dilinin öyrənilməsi sayəsində böyük xidmətləri vardır. Günay xanım, gəlin söhbətimizə cəmiyyətdə ən çox rast gəlinən fikirlərdən başlayaq. Elə birinci sualım da buradan olacaq ki, cəmiyyətdə ərəb dili haqqında ən çox danışılan, deyək ki, cəmaatın, cəmiyyətimizin danışdığı ən çox fikir hansıdır? Yəni, yanlış fikirdən gəlsə söhbət. Bu, ərəb dilinin həddən artıq çətin olması mövzusudur. Bu, elə də deyil. Bu, əslində belə deyil. Təbii ki, ərəb dili dünyanın ən zəngin dillərindən biri olduğu üçün onu çətin hesab etmək olar. Çünki ərəb dilində söz bazası bütün dünya dillərini üstələyir. Əgər sırf statistikaya, rəqəmləri öz tutsaq, Azərbaycan dilinin məsələn orfoqrafik lüğətində 90 min söz qeydə alınıb, amma əlavələr də var. Məsəl üçün yeni terminlərlə, alınma sözlərlə yaxud köhnəlmiş sözlərlə bu rəqəm 250 minə çatır. İngilis dili 500 mindən 1 milyona candır. Rus dili 500 mindir söz sayı. Çin dili 200-dən 400 min arası oynayır. Amma ərəb dilində sözlərin sayı 12 milyonu keçir. Yəni bu heç müqayisəyə gəlməz bir haldır. Yəni bu səbəbdən demək olar ki, ərəb dili çətindir. Amma sırf öyrənilməsi baxımından əgər düzgün metodlardan istifadə olunsa, ərəb dili də çətin deyil. Əksinə, çox maraqlı, çox məntiqli bir dildir. Sadəcə yenə də dediyim kimi düzgün yanaşma lazımdır. Əgər çətin tərəflərindən birinin sırf əlifbası və yazısı ilə bağlı deyiriksə, burada da ərəb dilində cəmi 28 hərf var. Onun 6-sı 2 şəkilli, qalanları 4 şəkillidir. Və bu 4 şəkillər də müəyyən qruplar şəklində birləşirsə, məsəl üçün bə, tə, sə hərfləri, hamısı eyni qaydada yazılır, sadəcə nöqtə fərqi vardır. Birində altında 1 nöqtə, birində üstə 2 nöqtə və yaxud üstə 3 nöqtə. Eyni şey cim, ha, xa hərflərində, sin, şin hərflərində. Yəni ki, bu əlifbanı öyrənmək, əgər yenə də deyirəm, düzgün metodla getsə, 3-4 günə maksimum öyrənmək olur. Deməli, biz fobiyanı hardan götürmüşük? Mən bilən əlifbanın tam fərqli olmasına görə bu yanlış fikir yaradılır. Amma yenə də deyirəm, söhbət axı təkcə yazıdan getmir. Yazını yenə də deyirəm ki, 3-4 günə öyrənmək olar. Və bəzən də deyirlər ki, bu dildə saytlar yoxdur və ona görə də onu necə oxumaq olar. Çünki yalnız Quran-ı Kərim hərflər hərəkələnir, yəni saytlar qeyd olunur. Qalan heç bir kitabda hərəkələr olmur, yəni ki, yalnız samit hərflər yazılır. Amma maşallah, son illər artıq yazışmalarda onsuz da biz demək olar bu qaydalara riayət edirik. Salam sözün yerinə sılımı yazırlar, qısa şəkildə yaxud təşəkkür sözün yerinə təşəkkürü yazırlar və salam. Yəni bu sadəcə vərdişdir. Müəyyən bir vaxtdan sonra artıq sən buna öyrəşirsən, halda olursan, rahat gedir. Bəlkə də bu belə deyək ki, qeyri-mütəxəssislər tərəfindən bəlkə də uydurulan belə bir yanlış düşüncədir. 4 şəkilli, 2 şəkil. Əgər bir sahənin mütəxəssisi bu işdə fəaliyyət göstərərsə, metodu yüngül olarsa, asan da olarsa, sevdirərsə,
Nədən bu yanlışlıqlar ortaya çıxsın? Yox, mən də sizin kimi tam belə düşünürəm. Yəni burada çətin heç bir şey yoxdur. Hər bir şey başlayanda ümumiyyətlə çətin görünə bilər. Amma Napoleon demişkən, yəni başlamaq artıq işin yarısıdır, müharibənin yarısıdır. Yəni ki, başlasan gedəcək. Əsas məqsəd, hədəf, iradə, dözüm, səbir və öyrədənin də düzgün metoddan istifadə etməsidir. Bəli, əsas. Günay xanım, mənim ikinci sualım ondan ibarətdir ki, bilirik ki, dialektlərdən verəcəm, şivələr, ləhcələrdən sual vermək istəyirəm. Ərəb dili, ərəb ölkələri hamısı eyni dildə danışır. Məsələn, biz bilirik ki, 22 ərəb ölkəsi var. Məsələn, Qatar, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan və s. 22. Bunların da özlərinin dialektləri var, şivələri var, ləhcələri var. Necə ki, Azərbaycanda olduğu ki, məsələn, Qərb dialekti var, Qarabağ dialekti var, Şəki dialekti var. Şivələr də dialektlərin içərisində yerləşən yerli danışıqdır. İndi ərəb dilində də bunlar varmı? Ümumiyyətcə, bu dialektlər ən çox da tələbələrimizin bizə müraciət edirlər ki, mən necə öyrənəcəm? Mən ərəblə, məsələn, mən bunu öyrəndim. Danışanda ərəb məni başa düşəcəkmi? Dialektlərin, belə deyək ki, ərəb dilinin öyrənilməsini çətinləşdirir, yoxsa asanlaşdırır? Bax, bu məsələ mənim biraz yaralı yerimdir. Siz deyirsiniz, məsəl üçün, Azərbaycanda da ləhcələr var, amma heç vaxt ola bilməz ki, Şəki zonasından olan biri Gəncə zonasında olan, yaxud Bakı zonasında olan birini danışıqda başa düşməsin. Yəni, bu bizdə müəyyən dərəcədə fərqlidir. Amma ərəb ölkələrində ləhcə fərqi o qədər güclüdür ki, dialekt fərqi o qədər güclüdür ki, nəinki, məsələn, tutaq ki, deyim ki, məğribli danışdığı ləhcə ilə İraqlı arasında fərq var, onlar bir-birlərini anlamayacaqlar. Hətta, məsələn, Misirin özündə olan fərqli-fərqli ləhcələr Şimali Misirdə yaşayanla Cənubi Misirdə yaşayan arasında tam fərqlidir. Bu iki adam bir-birini başa düşmürlər. Məsələn, mən özüm Sudanlılarla bir müddət işləyəndə onda görmüşdüm ki, işçilərin hamısı Sudanlı olduğu halda bəzən müdir öz qardaşınla, müavinlərindən birindən öz ləhcəsində danışır ki, digər işçilər onu başa düşməsin. Bu dərəcədə fərq var. Yəni, bu dərəcədə onlar arasında fərqdir. Bu xüsusən də Şimali Afrika ölkələrində niyə özünü kəskin büruzə verir? Çünki onlar öz ləhcələrini, öz ərəb dili yox, öz milli dillərini də qatıblar. Milliləşdiriblər. Və ona görə də orada fərq çoxdur. Necə ki, biz, məsələn, bizim danışığımızda əksəriyyət sözlər axı ərəb dilidir. Biz tələbələrə deyəndə ki, məsələn, kitab, qələm, dəftər, cümhuriyyət, vətən, bunlar çox asandır o barədə ərəb dilini öyrənmək, çünki bizim dilimizdə həddən çox ərəb. Deməli, belə sual ortaya çıxır ki, ərəb ədəbi dili ilə dialekt arasında fərq varmı? Çox fərqi var. Yəni ki, bir var az, bir də tamamilə ayrı bir dildir. Əvvəla, ərəb dialektlərində qrammatika demələr yoxdur. Qrammatik qaydalara riayət olunmur. Hal anlayışı olmur. Feillər çox qısaldılır. Və ərəb dialektlərində ədəbi dilə daxil olmayan İngilis, fransız, türk, fars sözləri, alman sözləri hədsiz çoxdur. Və yenə də dediyim kimi, öz əvvəlki dillərini, məsəl üçün, Mərakeşlilər, Misirlilər, bəlkə Tunislilər, onlar öz sözlərini də ora qatırlar. Ona görə dialektlə ədəbi dil arasında çox böyük fərq var. Mən deyərəm, ərəb dili öyrənilməsində o sadaladığımız bayaq nə əlifbadır, nə söz bazasının çox geniş olmasıdır. Yalnız bunu deyərəm, dialektlə ərəb ədəbi dili arasında kəskin fərqin olması. Bəs onda onlarda televiziya, qəzet hansı dildədir? Yox, bax, onlar hamısı ərəb ədəbi dilindədir. Yəni sənədlərdir, televiziyadır, yəni ki, kütləvi informasiya vasitələrinin hamısı, qəzetlər, kitablar, sənədlər, bunlar hamısı, hətta Qurani-Kərim əsas yəni ərəb dilinin ən vacib məqamı Qurani-Kərim də bunlar ərəb ədəbi dilindədir. Və bu 22 bayaq dediyiniz ölkəni yeganə birləşdirən əsas odur ki, bunlar hamısı ərəb ədəbi dilində danışır və rəsmi dövlət dilləri də ərəb ədəbi dilidir. Amma ləhcələr yox, hər ölkənin də olmasa 4 əsas ləhcə var da, Misir ləhcəsi, Körfəz ölkələri ləhcəsi, Şam ləhcəsi. Ləhcələri öyrənmək olar.
Amma ləhcədən başlasaq, ondan sonra ədəbi dil öyrənmək həddən artıq bir çətin olur. İkincisi də bayaq dediyim kimi, bütün kütləvi informasiya vasitələri, xəbərlər, sənədlər, bunlar hamısı kitablar, bunlar hamısı ədəbi dildədir. Həm də ərəb ədəbi dilində danışmaq ərəblərin öz arasında belə bir növ prestij, nüfuz sahibi, hörmət sahibi sayılır. Onların öz arasında elə adamlar vardır ki, ərəb ədəbi dilində heç gözəl danışa bilmirlər. Onlar adətən şifahi ünsiyyət zamanı ancaq ləhcələrdən istifadə edirlər. Ona görə də ədəbi dil onlar üçün bir növ prestij əlamətidir. Eyni zamanda bayaq dediyim kimi, ədəbi dil öyrənəndən sonra ləhcələri öyrənmək çətin deyil. Amma ləhcələrdən sonra ədəbi dil öyrənmək çətindir. Yenə də ancaq biraz məqsəd rol oynayır. Əgər insanın məqsədi sırf həmin ölkədə yaşamaq və işləməkdirsə, təbii ona rahat ləhcələrdən başlamaq olacaq. Amma sırf elmin dalıcan gedirsə, yaxud ilahiyyatçıdırsa, Quranı öyrənmək istəyirsə və yaxud müəllim kimi fəaliyyət göstərmək istəyirsə, mütləq ərəb ədəbi dilini. O cümlədə məsələn həkimlər, iş adamları, neft sahəsində işləyənlər və s. Yəni bunlar da ərəb ədəbi dilini öyrənməlidir. Nəinki ləhcə? Mütləq. Birinci ərəb ədəbi dilindən başlamalıdır. Yəni ərəb ədəbi dili belə deyək də, gövdədir, ağacın gövdəsi. Bəli. Yəni o gövdənin əsası sütunu qoyurlar. Onlar ərəb ədəbi dilindən başlamalıdır. Bəli. Deməli Günay xanım, ərəb dilinə onda öyrənmək üçün yaş məhdudiyyəti varmı? Yox, mən deməzdim. Düzdür, yəni ki, uşaq ikən, gənc ikən insan hafizəsi təmiz olur, yaddaşı güclü olur, daha rahat öyrənmək olur. Amma ərəb dili digər dillərdən fərqli bir dildir. Bu dil təkcə sözlər, söz yığını deyil, bu məntiq dilidir. Məntiqlidir bu. Bu məntiq dildir. Burada məsəl üçün, adicə biz Azərbaycan dilində ona deyirik qohum sözlər. Baxın, deyirik hakim, məhkum, məhkəmə, hökm. Bunlar biz Azərbaycan dilində bunlara deyirik qohum sözlər. Amma ərəb dilində isə bunlar vəzinlərlə düzəlmiş sözlərdir. Burada məntiq çox rol oynayır. Riyaziyyat demək olar bir elmidir. Yəni burada yaş məhdudiyyəti yoxdur. Niyə? Çünki insan yaşa dolduqca daha məntiqli olur, daha ağıllı olur, daha müdrik olur və ona görə də mən fikirləşirəm, yox, ərəb dilini öyrənmək hətta yaşlı adamlar üçün də daha yaxşı olar. Bəli, biz belə bir təlimdə iştirak edirdik. Bir ərəb müəlliməsi dedi ki, ərəb dilini öyrənənlər, desin siz də oradaydınız, ərəb dilini öyrənən insanların beyin yarımkürəsi hər ikisi aktiv olur. Sağ və sol. Siz də oradaydınız, mənim yanımdadır. Həqiqətən də. Amma həqiqətən. Çünki ərəb dili deyirəm həmişə, mən onu riyaziyyatla paralel götürürəm. Orada qəliblər var ki, məntiqi güclü olan insanlar ərəb dilini yaxşı öyrənir. Həqiqətən də. Deməli, ərəb dilini onda öyrənən insan nə qədər gününə vaxt qoymalıdır ki, bu hədəfinə çata bilsin? Bizim böyük ustadlarımızdan keçən dəfə bu sualı alanda o belə bir gözəl bir söz dedi ki, tələbələrimizdən əksəriyyəti elə bilir ki, mən yatıb duracağam, durub görəcəm ki, mən ərəb dilini gözəl bilirəm. Halbuki insan məqsədə çatması üçün nələrsə etməlidir. Yox, əlbəttə. Nə qədər işləməlidir, nə qədər vaxt qoymalıdırlar? Əgər mütəxəssislərin, ümumiyyətlə dilçi mütəxəssislərin fikirlərini nəzərə alsaq, hər hansı bir xarici dili, əcnəbi dili, mən təkcə ərəb dilini demirəm, öyrənmək üçün gündə 20 dəqiqədən 2 saatacan vaxt ayırmaq olar. Amma bu, yenə də deyirəm, düzgün metodla olmalıdır. Məsəl üçün, mən də deyirəm, yarım saat 40 dəqiqə. Amma bunu oturub belə ağır bir şəkildə öyrənməyin tərəfində deyiləm. Məsələn, günün birinci yarısı o yeni sözləri öyrəndisə, beynində yavaş-yavaş onu fırlatsın və ikinci yarısında həmin sözlərlə əlaqədar bir videoya baxsa, artıq həmin sözlər təkrar onun yadına düşəcək. Və xatırlamadığı sözləri bir daha baxacaq, artıq səhər həmin videonu demək olar tam tərcümə edəcək və 2-3 gün həmin videonu ardıcıl izləsə, artıq o sözlər onun beyninə tam oturacaq. Yəni gün ərzində 30 dəqiqə, 40 dəqiqə vaxt ayırsa və yenə də deyirəm, əsas düzgün metod seçsə, normaldır. Yəni o oturub bir gün ərzində mən 4-5 saat oturum, ərəb dili öyrənim və bir ay ərzində mən qutarım kursu, bu yanlış fikirdir. Bəli, özünü yormamaq şərti ilə insan çox bir şeyin üzərində özünü məcbur edib işləyəndə
o sahəyə, hər hansı bir şeyə nifrət eləyir. Hə, İnsan gərək hər elə bir şeyi sevərəkdən edə. Məsələn, yeməyi də biz hər gün eyni yeməyi deyim ki, mən məsələn bu yeməyi yeyəcəm, mən artıq o yeməyi növbəti gün istəməyəcəm. Əlbəttə elədir. Ona görə də ərəb dili də elə bir şeydir ki, mən özümü məcbur etməməliyəm. Siz gözəl buyurdunuz ki, məsələn bir sözü əzbərlədinsə, bunu zehnində, bunu cümlədə işlət. Məsələn, mən mətbəxə girirəmsə, mətbəx ədəvatlarını öyrənirəmsə, mətbəxə girdim, gözümlə məsələn qaşığa, çəngələ, stəkana, fincana baxıram və bunları ərəbcə zehnimdə deyirəm. Xatırlayırsınız, Bəs deyirsiniz. Günay xanım, bəs iş adamları necə eləsin? Məsələn, bizə müraciət edənlərin də əksəriyyəti böyük insanlardılar, işləyirlər, gecə qoşulurlar, sevgiyə baxın, həqiqətən də gecə qoşulurlar, bizə dərs oxuyurlar. Onların gündüz vaxtları olmur. Onlar necə öyrənsinlər? Yenə də deyirəm, hər bir insan onun ən çox birinci yaxşı öyrənmək üçün mənə elə gəlir ki, ən çox istifadə etdiyi sözlərdən başlamalıdır. Məsəl üçün siz dediniz mətbəx. Məsəl üçün evdar qadın, təbii ki, elə adamlar var ki, evdar qadındır, amma istəyir ərəb dilini öyrənsin. O gündəlik işlətdiyi məişət əşyalarını hər gün xatırlasa, beynində təkrarlasa, o daha yaxşı olacaq. İş adamları, məsəl üçün maşındadır, desin mən maşındayam ərəbcə, nəfis səyyara, səyyara sözünü desin, sonra desin bu səyyara, maşının qapısı açarkən. Yəni hansı sözləri gündəlik həyatında daha çox istifadə edirsə, onu desin. İşi ilə əlaqədar sözlər desin. Məsələn, bizneslə məşğul olursa, neft sahəsində çalışırsa, hansı sahədə çalışırsa, o sözlərə gündə istifadə eləsin və beləliklə bir də görəcək ki, çoxlu və söz yox, ifadə, qısa cümlələr şəklində öyrənir. Qısadan başlayır. Bizdə tələbələr əsasən özlərini o qədər əziyyətə salırlar ki, ərəblərin özləri bizlə danışanda asant yollarla danışırlar. Yəni asantdan başla. Bunlar bizim tələbələr, məsələn, danışan insan istəyir ki, bizim öz dilimizdəki kimi geniş və geniş tərcümə eləsin. Biz də onlara deyirik ki, asantdan başlayın, sonra yavaş-yavaş çətinlərə. Ümumiyyətcə danışıqda heç çətinlik olmamalıdır. Əgər danışıqda qrammatika ərəblərin özləri deyir. Ərəblərin özləri də. Özləri heç əhəmiyyət vermirlər qrammatikaya. Çünki biz təlimlərdə olanda böyük ustadlarımız buyururdular ki, tələbələr danışanda onların sözünü kəsməyin, qrammatikaya çox onları oturtmayın. Qoyun sərbəst necə lazımdırsa danışsınlar və yavaş-yavaş siz onlara kömək edin. Komplekslərini açsınlar. Bizlər yalnız, məsələn, danışmağa sanki qorxurlar ki, mən birdən danışaram, kimsə mənə kənardan baxar, gülər. Biz onlara deyirik ki, axı sən Azərbaycanlısan. Təbii ki, sənin danışanda sənin ləhcəndə də səhv olacaq, çünki sən başqa bir xalqın nümayəndəsisən. Məsələn, bizim elə hərflər var ki, bizdə var, ərəblərdə yoxdur. Ərəblərdə var, bizdə yoxdur. Məsələn, ayn hərfidir, hə hərfidir, bizdə yoxdur. Biz onları yavaş-yavaş o hərflərin məxrəclərini yer etməliyik ki, alındıra bilək. Ona görə tələbələrimizə məsləhət görürük ki, heç nədən qorxmayın, kiminsə qınağından qorxmayın. Ərəb dili düzdür, gözəl dildir, amma digər dillər kimi gərək bu dili öyrənmək üçün əziyyət çəkəsən, vaxt qoyasan ki, real bir nəticədə ala bilək. Bunun üçün də insan həvəsdən düşməməlidir. Məsələn, mən bunu bilmirəm, neçə vaxtda öyrənirəm, öyrənə bilmirəm deyə həvəsdən düşmək olmaz. İnsan gərək öz üzərində işləyə, məsələn, öz səhvlərinə baxa, səhvlərindən nəticə çıxara və s. Burada mən bir-iki əlavələrim var. Birincisi, bax, tələbələr ən çox yaxşı danışmaq istəyirlər. Birinci, onlar fikirləşirlər ki, mən ərəb dilini öyrənirəmsə, mütləq danışmalıyım. Ancaq danışmaq üçün təkcə kitablardakı çalışmaları eləməklə yetərli deyil. O mütləq çoxu dinləməlidir. Həddən çox dinləməlidir. Yəni, hətta məsəl üçün evdə iş görürsə, yaxud yol gedirsə, qulağına qulaqcığı taxıb ərəbcə dinləyə bilər. Çoxlu dinləməlidir. Və dinlədiyini hətta anlanmasa da belə, gələn dəfə o hər hansı bir danışıqda həmin sözləri eşitdikcə artıq xatırlayacaq və sevinəcək. 2-3 dəfədən sonra artıq o sözlər ona aydın olacaq. Mənim bir tələbəm var idi, İraqlı. Mən ona Azərbaycan dili öyrədirdim. O adam 6 dildə sərbəst danışırdı. Çox qəribə ki, mən onun müəlliməsi oldum. Halda düzdür, o yaşca məndən çox böyükdür. Azərbaycana gəlmişdi. İraq Amerika müharibəsi zamanı Azərbaycanda iş qurmaq istəyirdi. O mənə öz metodunu başa salmışdı ki,
Mənə demişdilər ki, gündə 8 saat hansı dili öyrənmək istəyirsənsə, sadəcə qulaq as. Deyir, ona görə də mən heç nə anlamıram. Sadəcə Azərbaycanlılara qulaq asıram. Lazım gəldi, gəlmədi qulaq asıram. Və deyir, mən əvvəlcə fikirləşirdim ki, Azərbaycan dilində əvvəlcə 4 samiti var. Sonra başa düşdüm, yox, 4 deyil, 8-dir, 10-dur, belə-belə. Deyir, yəni mən dinlədikcə artıq sözləri tutmağa başladım. Yəni həddən çox dinləmək lazımdır. Və dinləyəndən sonra, yenə də deyirəm, hər hansı bir mövzuda tutaq ki, tibb mövzusunda bir video baxıb, o sözləri öyrənib, təkrar videolara baxmaq lazımdır. Baxın, bu metod dinləmək mənim üçün, yəni kitab, dəftər, çalışmalar, bunlar qrammatika çox önəmli bir şeydir, amma danışmaq üçün mütləq dinləmək lazımdır. Dinləmək və həmin dilin daşıyıcısı ilə ünsiyyətdə olmaq. Bizim zamanəmiz çox çətin bir zamanə idi. Bizim vaxtımızda bu imkanlar yox idi ki, biz hər hansı bir ərəblə çox rahat bir ünsiyyətə girə bilək. Onun üçün biz axtarırdıq. İndi isə maşallah sosial şəbəkələr vasitəsilə o istədiyi vaxtda həmin dilin daşıyıcısına, ərəb ölkəsinin vətəndaşı ilə rahat danışa bilər. Mütləq bu ünsiyyətə girmək lazımdır. Sizin sözünüzə qüvvət. Baxın, biz Azərbaycanlı olaraq körpə doğulanda bilmir ki, bu Azərbaycanlıdır. O anasından nə eşidir? Öz səsini eşidir. Səsləri eşidir, sözləri başa düşmür. Və get-gedə o səslərdən sonra o sözləri başa düşür. Məsələn, biz elə körpəlikdən Azərbaycan dili, ədəbi dilinin, onun qrammatikasını, isim, sifət nədir, onu bilmirik ki, biz anadan olanda anamızın, atamızın sözlərini təkrarlayırıq. Biz onlarda nə eşidiriksə, biz onları təkrarlayırıq. Siz elə doğru buyurursunuz ki, insanda ilk növbədə düzdür. Tələbələr deyirlər ki, müəllimə, biz qulaq asırıq, başa düşmürük. Biz onları deyirik ki, düzdür, siz başa düşməyəcəksiniz, səsləri beyin qəbul eləyəcək. Çünki bu səs, bu dil başqa xalqın dilidir. Sən isə başqa xalqın nümayəndəsisən. Sən o səsləri qəbul edəcəksən, amma sözləri başa düşməyəcəksən. Və get-gedə sən o səslərə qulaq asdıqca artıq o dil beynin üçün doğmalaşacaq və yavaş-yavaş sən onu qəbul edəcəksən və başa düşəcəksən. Əlbəttə, elədir. Bəli, oxumaqla, yazmaqla bərabər dinləmə həqiqətən də siz çox buyurursunuz ki, çox önəmlidir. Çox bədən yaşadır. Günay xanım, yeni öyrənən insanlara, tələbələrimizə nə məsləhət görərdiniz? Məsələn, öyrənməkdə eyni zamanda tərəddüd edənlərə nə məsləhət görərdiniz? Etməsinlər. Yəni, ərəb dili digər dillərdən fərqli olaraq, yəni, niyə hər bir Azərbaycanlıya mən fikirləşirəm əslində labiddir öyrənmək. Çünki bizim tariximiz, bizim ədəbiyyatımız, bizim dinimiz bu dillə bağlıdır. Yəni biz, məsəl üçün türk tələbələr var idi, burada Tibb Universitetində oxuyurdular, xarici dillərdə oxuyurdular. Onlar həmişə ərəb dilini öyrənəndə mən soruşurdum, siz niyə öyrənirsiniz ərəb dilini? Onlar dedilər, biz Osmanlı tarixini orijinaldan öyrənmək, oxumaq istəyirik. Bəli. Və bizim ədəbiyyat, acca Füzulini götürək. Füzulini heç cürə mümkün deyil ərəbcə sözləri bilmədən tərcümə etmək. Məsələn, acca bir beyt götürsək ki, mükəddər oldu o şad gördüyün könlüm, müqəyyəd oldu o azad gördüyün könlüm. Bu müqəyyədlə mükəddər sözlərini, məsəl üçün, müasir Azərbaycanlı başa düşməyəcək. Amma ərəb dilini bilən adam biləcək, orada mükəddər kədər sözündəndir, müqəyyəd də qayd buxov sözündəndir. Yəni, buxovlandı və kədərləndi deməkdir. Yəni, ədəbiyyatımız bağlıdır ərəb dilindən. Tariximiz bağlıdır ərəb dilindən. Mədəniyyətimiz bağlıdır. Bizim ərəblərlə ta qədim zamandan mədəni əlaqələrimiz vardır. Yəni, ən əsas da dinimiz. Bu, dində gündəlik işlətdiyimiz, inşallah, maşallah, bismillah kimi sözlərin mənasını bəzən insanlar deyirlər, mənasının fərqini heç anlamırlar. Yəni, heç olmasa demirəm ta dərinliyinə geçsinlər, amma müəyyən bir dərəcədə mütləq ərəb dilini öyrənməlidirlər. Mən fikrimcə, əslində, orta məktəblərdə ərəb dili 2 il, 3 il tədris olunmalıdır. İlahiyyat məktəbinin nəzdində o vaxt Bakı Türk liseyi var idi. Orada ərəb dili keçirilirdi. Yəni, həmin tələbələrdə, mən bilmirəm, onlarda vətənə, ailəyə dəyər tamamilə başqa olurdu. Bilmirəm, onlar artıq
İstər-istəməz ərəb dili vasitəsilə dini öyrənirdilər. O səbəbdəndir. Hansı səbəbdəndir bilmirəm, amma ərəb dilini öyrənmək istəyənlər qorxmasınlar, çəkinməsinlər. Bu onların düşündükləri qədər də çətin deyil. Sadəcə düzgün metod seçməlidirlər. Düzgün metod seçsələr çox asandır. Hətta ingilis dilindən də, rus dilindən də asandır. Deməli hədəf, sevgi, məqsəd Və səbr. Səbr, bəli. Və səbr. Biz elə əslində yenə deyirəm, ərəbcə danışırıq. Ərəbcə sözləri Azərbaycanlaşdırılmış formasında danışırıq. Elə bir cümləmiz yoxdur ki, onun içində ərəb dilində söz olmasın. Elə bir cümləmiz. Demək olar Azərbaycanda elə bir ailə yoxdur ki, onun üzvlərindən birinin adı ərəb sözü olmasın. Yəni bu bizim içimizdədir. Yəni dilimizin 40% ərəb dilidir. Sadəcə biz onu biraz özəlləşdirmişik. Azərbaycanlaşdırmışıq. Amma yəni ərəb dili düşündükləri qədər çətin deyil. Və yenə də deyirəm ki, öyrənməyə mənə elə gəlir ki, labüddür. Bəli. Çox təşəkkür edirik Günay xanım, gəldiniz, dəyərli vaxtınızı bizə həsr etdiniz. Miftahul Ərəbiyyə verilişinin qonağı oldunuz və zəngin təcrübənizdən doğan o dəyərli fikirlərinizi, bilginizi bizimlə bölüşdünüz. Təşəkkür edirik. Əslində mən sizə təşəkkür edirəm. Çox xoş idi.